Salam, hər vaxtınız xeyir olsun. Bir sualımız var. Miyopiya niyə uşaq yaşlarında daha sürətli inkişaf edir? Miyopiya genetik xəstəlikdir. Bədənin ölçüsü ilə, böyümə ölçüsü ilə düz mütənasibdir. Yəni bədən böyüdükcə göz də böyüyür və göz ölçüləri artır. Uşaq yaşlarında ona görə çox sürətli artır ki, miyopiya, o yaşlarda orqanizm sürətli böyüyür. Bunun bir dənə səbəbi var, o da budur. Bəzən gəlir uşaqlar, bundan qabaq ölçmüşdük, -2 çıxmışdı. Bu il ölçdük, -3 çıxdı. Uşağın da var 8 yaşı. Valideyn belə bir riyazi düstur hesablayır. Uşağın 8 yaşı varsa, uşaq 18-19 yaşına qədər nömrəsi artacaqsa, yəni bundan sonra hələ 10 ilimiz var stabilləşmək üçün və 1 ilə 1 dioptriya artıbsa, bundan sonraki 10 ilə də 10 dioptriya artacaq. Uşağımızın gözü 3 olubsa, olacaq 13. Əsla belə getmir. Çünki əslində uşaq orqanizmin böyümə tempi də irəli getmir. Yəni hər il eyni proporsiyalarla artmır. Yəni uşaq orqanizmi bəlli bir periodda baxırsan sürətli inkişaf edir, boyatma gedir. Ondan sonra stabilləşib elə davam edə bilər və ya çox cüzi yavaş-yavaş arta bilər. Biz 25 ildir mən təcrübəm var. Bu 25 illik periodda da eyni bu şəkildə görmüşəm. Baxırsan bir uşaq ola bilər 2 il, 3 il dalbadal sürətli proqressiya gedir. Ondan sonra stabil gedir. 13 yaş, 14 yaş, 15 yaş rəqəmlər dəyişmiş, stabil olaraq qala bilir. Yəni uşaq yaşlarında suala geri qayıtsaq, uşaq yaşlarında miyopiyanın sürətli inkişafı orqanizmin sürətli inkişafına aiddir. Bəzən olur biz elə baxırsan uşaq gələndə uşağın boyu keçən səfərdən artmayıbsa, çoxunu tanıyıram çünki. Heç kağızlara, rəqəmlərə baxmadan deyirəm ki, böyük ehtimal nömrəsi dəyişməyib. Baxırsan doğrudan da elədir. Və keçən səfər balacaydın, maşallah artıq böyümüsən, əməlli boy artmısan, baxırsan ki, bəli, nömrələr də artmış olur. Yəni göz nömrələrinin artmağı bədən ölçüsü ilə düz mütənasibdir. Bədən ölçüsü artdıqca göz ölçüləri də ona uyğun olaraq artır və nömrələr artır. Valideynlərdən xahişimiz çox narahat olmamaları, vaxtında uşaqlarını yoxlatdırsınlar. Hər 6 aydan bir uşaq orqanizmi inkişaf edən orqanizmdir. Hər 6 aydan bir yoxlatdırsınlar ki, nömrə dəyişibsə ona uyğun eynək dəyişdirilsin. Göz tənbəl olmasın.